Ya salam dostlar, bugün bir nəfərin ifşasını verirəm. Yəni ifşa deyirəm aslında, Brawl Stars ifşası. Buna Brawl Stars ifşası deyəsiniz. Anladınız mı? Anlayan anladı. Heç mənə çağırdı, gəlməyib özü. Ay bot. Sən heç özün gəlməyibsən, ya bot. Mənə deyin ki, gəl, nə bilim, gəl, yaxşı gəl. Mən gəlmişəm oyunda yoxsan, fərqindəsən bunun, Allah. Oy da, nə bileyim. Neyse, telefon saat gəl taxa. Gəl kasa qaşamalı. Kanka, özür dilərim. Bir nəfərin pozitivin Baba hanı? Neyse, şu yazdığın zarafat yazır. Salam reis dəyişibsən və satmaq istəyən olar. Burada internetim gedir. Əla sana qar internet bir də gəl. Burada salıram. Amma yəni vecimə də deyirlər. Heç deyirəm, dedim, istədim deyəm ki, gəl kolta. Mənim YouTube kanalım var, 10K abunəm. Bir gülməkdən qırıldım be. 10K abunə nədir? Sən kimi prim kasanlar 10K-dsa, mən YouTube'u bırakım, mən Brawl Stars'ı bırakım. Bu nədir Allah? Onda mən kreator olum, mən onda Supercell kreator olum. Ay bilə, bot sanki zat deyirəm, o da onsuz da botdur. O da realdır. Yalan demirəm. Altın üçlü maksimum. Mən də efsaneviyəm. Efsanevi 2. Dedim, onunla mənim aşamalı aramda nə qədər xeyli fərq var. Yəni, düzünü desə, altın üçlü efsanevi 2'nin arasında fərqi bir nəfər izah eləsin də, yəni. Həqiqətən çox çətin. Çox, yəni, nətər deyim. Çox, yəni, fərq var da, düzdürmü? Yəni, sən indi onun şortsa paylaşsan profili ilə, sən üzvə tüpürməz, sənin takipçilərin sənə deməz ki, ay, altını da bilirsən, nə bilim, güzün altını oyuncuya satılır. Deməzlər, onsuz da belə güclü oyunculardan da nəsə deyirlər. Amma yenə də belə baxanda özün də biraz şey eləyərsən, deyərsən ki, düz deyirlər. Düzdürmü? Mən neyim salım, eybi kodda falan udaram mı? O da ki, mən görürəm zəifləmişəm, bu da mənim zəifləyən vaxtımda gəlir. Amma yenə də udaram, no problem. Gözləyirəm, indi gəlsin, heç gəlmir də. Türkiyələrin intikamını almaq vaxtıdır. Türk qardaşlarımızın intikamını. Noob Türkiyə. Ya da onlar bizdən intikam alacaq deyəsədir. Amma yox, mən Morty seçdim, baba. Ay, Luz, sənin... Ay, Mol. Nə varsan elə? Adam yemin ederim. Nəm ya? Xıyar. Hop. Akşara bastım, niye vurmadı? Niye öyle cinlilik oldu? Dedim yani ultisi mənə tək atmaz. Tək atmadı. Akşara bastım orada. Oyda. Nə varım ya? Kanka Makto. İşte şimdi. Wow. Bütün güzel kızların hepsi de bana baktı. Deyəsən o izləyirlər. Aldık bunu. Seçilir göğsüne, dönürse sıla, batıpa mı günaha. Kimse grupa nəsə aldı. Nə deyək, görüm, həyacanlandım ya, və kim neydi o? O bot uydusa gözdə. Kim idi bizi izləyən? O değildi, bilirdim o değildi. Prost dedim bəlkə botluğun başını bıraktı. Həqiqətən gəldi üzür istəməyə falan. Heç onu eləməyib, ayda. Mən də deyirdim, indi VS udacam, videoda çıxacaq qəşək. Dedim, axuy. YouTube'da falan yazır səni nə bilim, belə rezil eləyəcək. Bir mat edibsə, bədbəd. Sən boyu, neysə. Çox da getməyəcəm. Ban yeyə bilərəm. Hər an ban yeyə bilərəm. Ay,
heç takipçilərə atmayacaq. O kimsənin azlığa gələr, baxma. Hər nə qədər də yəni mənə toksik deyirəsən, o qədər söyür-bir ehtiyac yoxdur. Mənim fikrimcə. O elədiyi düzgün hərəkətdir deyil. Mən nəyə söyürəm ki, durduq yerə. Özümü nəyə şey edirəm. Mən özümü onun kimi pis eləməyəcəm. Mən nəyə gəlir, yəni da bundan sonra da mənə bot yazılan birində varsa, nə bilim. Bilmirlərsə daymat salmışam. Bu nədir? Mən arka eləmədim. Zəhləm gedirik. Annesiniz. Ay. Vay canına. Ve gol yedik. Aha. Şöyle. Gol yan hesabdan çağır. Okay. Üstüde bayağı bir tane video paylaştık. O da bir toksik randomudu. Ne tarih ya? Bende yoktu ama arkadaşlar. Dur. Bu elmas olur. Yok alındıkmış. Onu at o bir hesabıma. At o bir hesabıma. Atmadı. Neyse biraz da bu hesabı kasak.